gördük Cənab Prezident. Tamam. Hörmətli Şəfiqə xanım, sizi qarşıdan gələn yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Can sağlığı, yeni uğurlar arzulayıram. Siz uzun illər ərzində Azərbaycan mədəniyyətinin inkişafında çox önəmli rol oynayırsınız. Ölkəmizin teatr və kino sənətinə dəyərli töhfələr vermişsiniz. Həm gözəl aktrisa, həm pedaqoq, ictimai xadim kimi xalqımızın hörmət və rəğbətini qazanmışsınız. Ulu Öndər Heydər Əliyev sizin fəaliyyətinizi həmişə yüksək qiymətləndirirdi. Siz bunu yaxşı bilirsiniz. Hələ Sovet dövründə siz həm Azərbaycan Respublikasının, həm Sovet İttifaqının dövlət mükafatlarına layiq görülmüşsünüz. Və müstəqillik illərində 2000-ci ildə Ulu Öndərin sərəncamı ilə siz şöhrət ordeni ilə təltif olunmuşsunuz. Ondan sonra da Azərbaycan dövləti sizin fəaliyyətinizi həmişə yüksək qiymətləndirərək sizi ali mükafatlarla təltif etmişdir. Mənim sərəncamımla şərəf, birinci dərəcəli əmək ordeni, Diplom. fəxri diplom, bəli, və bugün imzaladığım sərəncam əsasında İstiqlal ordeni ilə siz təltif olunursunuz. İcazə verin, bu yüksək ali mükafatı sizə təqdim edim. Təbrik ederim. Çok sağ olun, minnettarım Cənab Prezident. Ben bugün tabii ki səhərdən heyecan içindeyim ve bugün benim en xoşbəxt, muhterem Cənab Prezident, en xoşbəxt, en mənalı ve nəticəli bəlkə günlərimdən biridir. Hörmətli Cənab Prezident, siz mənə elə bir zirvəni bugün, elə bir qüruru bəxş etmişsiniz ki, mən ömrümün axırına kimi sizə minnətdar olacağım. Qoy Ulu Tanrı sizi hifz eləsin, qorusun dövlətimiz üçün, xalqımız üçün, ailəniz üçün və bizim üçün. Allah sizə o qədər güc qüvvə versin ki, siz bu böyük siyasətdə daha da yüksək zirvələri fəth edəsiniz. Sağ olun. Var olun və sizə və o gözəl mehriban xanıma olan mənim dərin ehtiramımı, hörmətimi, məhəbbətimi qəbul edəsiniz. Mehriban da sizə salamlarını çatdırır. Çok sağ olsun, var olsun, var olun Cənab Prezident. Sizin adınız həmişə işıqlansın. Sağ Var olun. olun. Teşekkür ederim. Minnettarım. Çok sağ olun.